Kişilərdə sidik hissəsinin daşı geniş yayılmış xəstəliklərdən biri hesab olunur. Kişilərdə sidik hissəsinə daş böyrəkdə miqrasiya edə bilər, yəni düşə bilər və yaxud da sidik hissəsinin özündə əmələ gəlmiş olur və daha çox hallarda sidik hissəsinin özündə bu daşlar əmələ gəlir. Niyə bunlar əmələ gəlir? Əsasən birincili səbəb prostat vəzninin xoşxassəli hiperplaziyası və yaxud prostat vəzninin adenoması dediyimiz bir xəstəlikdir ki, bu zaman xəstələrdə sidik hissəsində qalıq sidik əmələ gəlir və qalıq sidik olduğundan çöküntü olaraq sidik hissəsində daş əmələ gəlir. Adətən biz daşları endoskopik yolla xaric edirik. Sidik hissəsində daşları müalicə etməyin bir effekti yoxdur. Yəni konservativ müalicə etməyin bir effekti yoxdur. Burada cərrahi müdaxilə etmək lazımdır. Amma onu da qeyd etmək lazımdır ki, sidik hissəsinin daşları xaric edildikdən sonra prostat vəznin adenoması da transuretral və açıq üsulla əməliyyat olunmalıdır ki, gələcəkdə yenidən daş əmələ gəlməsin.